Toxuculuq fabrikində fəhlə işləyən gənc qız illər sonra kosmosa gedən ilk qadın oldu. O ərindən boşanmaq üçün şəxsən SSR rəhbəri Brejnevdən icazə almağa məcbur edildi. Maraqlı tarixdə bu dəfə dünyada qadın üçün ən çətin iş kosmonavt yox, ana olmaqda deyən Sovet İttifaqı qəhrəmanı Valentina Tereshkovadan danışacağıq. Valentina 6 mart 1937-ci ildə kasıb bir ailədə doğulub. Yeniyetmə yaşlarından ailəsinə kömək üçün təhsilini yarımçıq qoyub. Tekstil fabrikində çalışmağa başlayıb. Ancaq paraşütdən atlamaq, uçmaq kimi istəkləri onu kosmosa qədər apardı. Amerika Birləşmiş Ştatları SSR arasında kosmos yarışının qızışdığı bir dövrdə Sovet rəhbərliyi kosmosa bir qadın göndərməyi planlayır. Xüsusi komissiya tərəfindən 5 qadın seçilir. Həmin 5 başlıca namizəddən məhz Tereshkovanı kosmosa göndərdilər. Halbuki onun anket məlumatları o dövr üçün təmiz sayılmırdı. Belə ki, Valentinanın atası 1939-cu ildə cəbhəyə yollanmış və itkin düşmüşdü. Ona görə də onun üçün kosmonavt olmağa gedən yol bağlana bilərdi. Deyilənə görə kosmosa Valentina Tereshkova deyil, onun rəfiqəsi Tatyana uçmalıymış. Çünki o paraşütlə daha çox tullanmışdı. Lakin tip komissiyasından keçərkən Tatyananın hamilə olduğu üzə çıxdı. Beləcə Tereshkova əfsanəyə çevrildi. 16 iyun 1963-cü il. Valeri Bukovski tərəfindən idarə olunan Vostok 6 kosmik gəmisində dünyada ilk kosmonavt qadının yer ətrafı orbitə uçuşu başladı. Bu proses 2 gün 22 saat 50 dəqiqə davam etdi. Bu vaxt ərzində onun Çayka kosmik çağırışı planet ətrafında 48 dəfə əks-səda verdi. Lakin uçuş o qədər də asan keçmədi. Tibb elminin uçuşun qadın orqanizmi üçün nə ilə nəticələnə biləcəyi barədə dəqiq məlumata malik deyildi. Kabin də o qədər darısqal idi ki, skafandr geyinmiş kosmonavt orada çox çətinliklə tərpənirdi. Hətta Valentinanın uçuşdan 30 il sonra verdiyi bir müsahibədə qeyd olunur ki, kosmosda gəmi bir neçə problemlə üzləşmişdi. Ancaq Tereshkova öz öyrəndiklərini tətbiq edərək sağ-salamat yerə enməyi bacarmışdı. Bundan sonra Valentina üçün hər şey yaxşılığa doğru getməyə başladı. Keçmiş SSR dövründə Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Aydakı kraterlərdən biri və 1671 Çayka kiçik planeti onun şərəfinə adlandırıldı. 20-ci yüzilliyin ən nəhəng qadın siması fəxri titulunu aldı. Sovet ölkələrində bir çox şəhərlərdə küçələrə onun adı verildi. O, yeganə Sovet vətəndaşlarından idi ki, sağlığında təsviri Sovet puluna ək olunmuşdu. Ailə həyatı isə elə də xoşbəxt keçmədi. 1963-cü il noyabrın 3-də, yəni uçuşdan 5 ay sonra kosmonavt Adrian Nikolayevlə ailə qursa da, bir neçə müddət sonra boşanmağa qərar vermişdi. Ancaq bu o qədər də asan proses deyildi. İdeal Sovet qadını boşana bilməzdi. Valentina boşanmaq üçün şəxsən Leonid Brejnevdən icazə almalı oldu.